Avto FM-də şəhər adamına başlayırıq. Bayaq anons etdiyim və dinləyicilərdən də bir neçə komment gəldi mesaj formasında. Sən demə bu görüşü və Qurban bəyin səsini çox böyük həvəslə eşitmək istəyən dinləyicilərin sayı kifayət qədərdir. Yeri gəlmişkən bir daha vurğulayım. Qonağımız əməkdar artist, rejissor, aktyor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Qurban Məhsimovdur. Qurban, sabahınız xeyir olsun. Sabahınız Mən bilmirəm, sən deyim, siz deyim, neçə davran, biz çoxdanın tanışıyıq deyə. Sən daha səmimi gəlir mənə. Nə desəz elə onsuzdur, məndən başqa burada heç kim yoxdur. Aydındır. Deməli, mən istərdim ki, İncəsənət Universitetindən başlayaq danışmağa. Çünki son dövrlər bu sahəyə, aktyorluq peşəsinə, rejissorluq peşəsinə maraq sosial şəbəkələrdən gördüyümüz qədər böyüyüb. Hamı rejissor olmaq istəyir, hamı aktyor olmaq istəyir, amma hamı da universitetə daxil ola bilmir. Bu dəqiqə universitetdə vəziyyət necədir? Universitetdə vəziyyət qaymaq kimi. Aktyor olmaq istəyənlərin də sayı çoxdur, rejissor olmaq istəyənlərin də sayı çoxdur, incəsənətlə məşğul olmaq istəyənlərin də sayı çoxdur və indiki dövrdə elə bir qaynar bir proses gedir ki, düşünürəm ki, gələcəkdə nə teatrlar, nə kinoteatrlar boş qalmayacaq. Bir də çox maraqlı bir tendensiya başlayır. Hər şey o qədər virtuallaşıb ki, bir müddətdən sonra və çox qısa bir müddətdən sonra bütün tamaşaçılar bu virtuallıqdan bezib canlı reallığa qayıdacaqlar. Canlı ünsiyyət üçün teatrlara üst tutacaqlar. Çünki teatr yeganə bir məkan olacaq ki, orada aktyorla canlı ünsiyyət qurmaq mümkündür və aktyor tamaşaçı ilə canlı ünsiyyətə girir. Bu əsasən olacaq, yəni kamera üslubunda teatrlar və böyük teatrlarınsa düşünürəm ki, daha çox texnologiyalar artmalıdır. Səhnə texnologiyaları yenilənsin və tamaşaçı daha çox gələcək. Qurban Məhsimov işi ilə əlaqədar qastrollara, müxtəlif səfərlərə tez-tez gəlib gəlir. Avropada müasir teatrların şahidi olursunuz, görürsünüz səhnə quruluşu, müasir texnologiya və s. və ilaxır. Azərbaycanda, xüsusən də Bakı teatrlarını götürsək, mənə elə gəlir ki, tamaşaçı problemi yoxdur. Bölgələri çıxmaq şərti ilə. Bakıda teatrların tamaşaçı problemi yoxdur. Bəs nə problemi var o texnologiyalarla bağlı, müasir yanaşmalarla bağlı? Bir istək kimi deyərdim, yəni müasir dövrdə artıq yəni dünya ilə qloballaşıb ki, biz öz teatrlarımızı gördüyümüz halda, işlədiyimiz halda dünya teatrlarında görürük. Hərdən onların səhnədə elə texnologiyalarını görürük ki, düzü qibd eləyirik ki, yəni bizdə də elə olsaydı daha gözəl olardı. Yəni biraz əvvəlki dövrlərdə hansısa parçanı rəngləyib, arxadan asıb və tamaşaçını bu cür inandırmaq olurdu. İndiki dövrdə artıq o parçalar LED ekranlarla dəyişir və bu rəqəmsal texnologiyalarda böyük effekt verir və tamaşaçı da teatra gələndə təbii ki, möcüzəyə gəlmək istəyir, maraqlı effektlər görmək istəyir, heyran olmaq istəyir. Yəni heyran olmaq üçün də düşünürəm teatrlarda bu rəqəmsal texnologiyalar olsa daha yaxşı olar, əsasən səhnənin. Yəni ayrıca teatrlara artıq düşünürəm bir əlavə bir vəzifə də gəlib çıxacaq. Son zamanlar teatrlara da düşünürdülər ki, teatrın özünün bir art menecer olsun. İndi artıq bu texnologiya artanda artıq teatrın özünün videoqrafı olmalıdır, hər teatrın özünün montaj studiyası olmalıdır. Var bu bizdə? Əksər teatrlarda var. Yəni onu eləyirlər, teatrın rəhbərlikləri onu eləyirlər. Instagram səhifələrində də görmək olur ki, əvvəllər necə idi? Həmişə teatrlar gilə eləyirdilər ki, bizim reklamımızı tez-tez göstərsinlər televiziyalarda ki, cəmaət tamaşaçı gəlsin. Amma indiki dövrdə artıq hər teatrın özünün səhifələri var sosial şəbəkələrdə. Roliklər çəkilir, tamaşalar təqdim olunur. Yəni öz internet televiziyaları var artıq. Bəli, artıq yəni məlumat heç bir problem deyil. Bəzən də hansısa operatorun gəlməyini istəyirdilər, onun gəlməyi problem olurdu. Artıq hər kəsin mobil telefonu, hər kəs həm operatordur, həm aparıcıdır, həm montajçıdır. Həm montajçıdır. Yəni bu müasir texnologiya hər kəs operator olub, hər kəs fotoqraf olub və teatrlarında o qədər də
artıq yəni axsamır, məlumat yayılır. Və İncəsənət Universitetini bitirən aktyorların teatrlara axını. Hamı gedib teatrda işləyə bilirmi? Və bununla düzdür, bəlkə də Qurban Məsimovun səlahiyyətləri çərçivəsində bu sual cavablandırılmayacaq. Mədəniyyət Nazirliyi bəlkə birbaşa suala cavab veriləsi qurumdur, amma müşahidələriniz əsasında bir fikir formalaşdıra bilərik. Universiteti bitirən məzunlar harda işləyirlər? Teatrlarda onlara yer varmı və Azərbaycan teatrları onlara şərait yaradırmı ki, təzə bitirib universiteti gəlsin, işləsin ştat baxımından? Birinci onu deyərdim ki, İncəsənət Universitetini bitirənlər harda desəz işləyə bilirlər. Çünki elə bir universal tədris prosesi keçirlər ki, yəni elə bir universal bir prosesdir ki, yəni insanı tanımaq, yəni əsərlər üzərində işləyəndə artıq hər bir obrazın psixologiyasına bələd olmaq, bədən dilini öyrənmək, xoreografiyanı öyrənmək, onları insan kimi zənginləşdirir. Onlar hər yerdə işləyə bilirlər. Və teatrda işləməyə gələndə isə əksər dövlətlərdə həmin proseslər var ki, hər teatr özündə iş yeri varsa, kast elan eləyir. Hər kəs də gəlir və özünü, öz bacarığını göstərir. Yalnız seçilmişlər ora düşə bilir. Dövlət teatrlarında. Bəli. Və təbii ki, burada ştat məsələsi də var ki, o teatrda yer varmı? Bəzən ola bilir ki, hansısa aktyor bir müddət gözləməli olur. Və oğlanlar üçün bir problem olur ki, universiteti bitirən kimi dərhal yəni hərbi xidmətə getməlidirlər. Onlar yəni hərbi xidmətdən qayıtdıqdan sonra işləyirlər. Və yenə də deyirəm ki, o artıq hər teatrın özünün ştatına baxır və həmin adamların özünün həvəsinə baxır ki, əksər adamlar ola bilər ki, sonradan bu sənətlə məşğul olmayacaq. Tamamilə yəni olub ki, tələbələr məndə artıq aktyorluğu qutarıb, amma indi çox maraqlı bir prodüserdir və işin təşkili, hər bir yaradıcı prosesin təşkili ilə məşğuldur. Yəni, əsas yaradıcılıqdan kənarda deyil. Onlar hansı sənətin sahibləri olurlarsa sonra da hamısında yaradıcı olurlar. Və bu da çox vacib bir faktordur. Biz istəyəlim biraz da özəl teatr fəaliyyətindən danışaq. Çünki dünyada çox yayılmış bir istiqamətdə özəl teatrların fərqliliyi, yanaşması. Azərbaycanda da Bakı şəhərində də bir neçə özəl teatr fəaliyyət göstərir. Düzdür, bəzən onların maddi çətinliklə qarşı-qarşıya qaldıqlarının şahidi oluruq, amma necəsə ayaq üstə dayanmağa çalışırlar. Bizdə özəl teatrların dimdik yaşaması üçün nələr çatışmır və dövlət hansısa formada dəstək göstərə bilərmi? Mən dövlətin təmsilçisi deyiləm ki, bu suala cavab verəm. Amma öz baxışımdan deyə bilərəm ki, teatrlar ayrı-ayrı formalarda nə qədər yaradılsa, yəni bu çox gözəldir. Elə qruplar var ki, ildə bir dəfə tamaşa oynayırlar. Elə qruplar var ki, çalışırlar ki, hər ay bir tamaşa oynasınlar. Elələri var ki, 3 aydan bir eləyirlər. Onların arasında bəzən həvəskarlar da olur, hansılar ki, oynayırlar və yaxud da olur ki, bu həvəskarların arasında bir neçə professional aktyoru da görmək olur ki, onlara qoşulub oynayırlar. Yəni, burada ən vacib faktor təbii ki, işin təşkilidir. İşin təşkili. O işi təşkil eləyəndə onun marketingi düşünülməlidir. Birdən-birə mən teatr yaradıram və salam, gəlin uşaqlar oynayaq, o olmur. Yəni, o işin bir marketingini dəqiq düşünən bir insan lazımdır. Bəzən də olur ki, teatrı yaradanlar o işdə axsayırlar, onlara mütləq köməkçilər lazımdır. Necə deyilir, hər sənətin sahibi var. Və təbii ki, onların göstərdiyi tamaşa, əgər tamaşaçının marağını cəlb eləyirsə, bu ən vacib faktorlardan birisidir. Tamaşaçı o halda gəlir. Yox, əgər cəlb eləmirsə, o teatr 1, 2, 3, 4 sonra da görürlər ki, yox. Yəni, teatr yaratmaq özü də qəlib bir şeydir. Yəni, birdən-birə və çox sadə belə bir texnologiya deyil o. Yalnız həvəskarlar orada olanda, orada problem olur. Orada mütləq professionallar da olmalıdır ki, işi bilsinlər. Aydındır. Bayaq biz efirə başlamamışdan qabaq Qurban Məsimovla uşaqların bu sahəyə marağından danışdıq. Valideynlərin uşaqları bu sahəyə gətirmək istəməsi barədə söhbət açdıq. Bəlli oldu ki, Qurban Məsimov uşaqlarla da məşğul olur. Müəyyən bir komanda var, müəyyən bir məkan var. Orada siz uşaqlara
bu peşənin, bu işin sirlərini öyrədirsiniz. Artıq 6-7 yaşdan etibarən onlar başlayırlar səhnəyə çıxmağa, nələrsə bölüşməyə, nələrsə ifa etməyə. Hardadır bu məkan? Bizim niyə xəbərimiz yoxdur? Niyə belə çox geniş formada yayılmayıb? Sözün açığı mən bilmirdim belə bir istiqamət var Bakıda. Bakıda yəni bu modeldə ayrı-ayrı yaradıcılıq mərkəzləri var ki, bizdə professional aktyorlar o məkanlarda uşaqlara dərs deyirlər. Klublar falan. Təlim keçirirlər. Yəni kiçik məktəblər, kiçik studiyalar, yəni belə özəl studiyalar var. Mən məşğul olduğum uşaqlarda, yəni ola bilər ki, onların arasında aktyor olmasınlar və bəlkə də kimsə aktyor olsun. Amma ən vacib proses uşaqlarla bu art terapiya məsələsidir. Uşaqlar incəsənət, teatr vasitəsilə, oyun vasitəsilə adaptasiya olurlar, sosiallaşırlar, evdə tək mobil telefonla üz-üzə qalmırlar uzun müddət, gəlirlər, dostlar tapırlar, bir yerdə oynayırlar, xəyal edirlər. Ən vacib faktorlardan birisi uşaqların təxəyyülünü zənginləşdirməkdir. Uşağın təxəyyülü zəngindirsə, o gələcəkdə hər hansı bir sənətin sahibi olsa, çox maraqlı bir adam və yaradıcı bir adam olur. Ən vacib işlərdən birisi odur ki, yəni onları yaradıcı uşaq kimi böyüdürsən. Uşaqlar var ki, özünü ifadə eləmək istəyir, məkan tapır özünü ifadə eləməyə. Onlar üçün şərait yaradılır. Gözəl rəqs eləyə bilirsə, artıq qrupun içində fərqlənir, gözəl rəqsi ilə. Digərləri də onu görəndə həvəslənirlər. Növbəti rəqsdə artıq qoşurlar, onunla bərabər oynayırlar. Və yaxud da uşaqların elə bəzən mən bilmədiyim bir şeylər də olur ki, hansısa bir musiqini qoyurlar, sən demə, uşaqlar hamısı bunu bilirlər, bu sosial şəbəkələrdə trenddir və bu uşaqlar 6-7 yaşında uşaqlar hamısı düşürlər, kollektiv birdən-birə 10-15 nəfər eyni sinxron rəqs edirlər, sanki o rəqsi onlarla mən qurmuşam. Amma özləri qurublar onu. Uşaqlar da indi çox çevikdilər, ayıqdılar. Yəni indiki uşaqlar keçmişdəki uşaqlar kimi deyirlər. İndiki uşaqlar çox da nağıllara inanmırlar. Nağıllara inanmırlar. Onların öz dünyaları var. Qurban bəy, biz Azərbaycan filmlərindən də, xüsusən də müasir filmlərdən də söhbət aça bilərikmi sizinlə? Vallahi elləri var, baxmışam, elləri var, baxmamışam. Yəni nə dərəcədə məlumatlıyam, sizi qane eləyəcəm, onu deyim. Ümumiyyətlə müasir Azərbaycan kinosunun vəziyyəti. İndi durub Facebookda bir post paylaşsaq bununla bağlı, baxanlar da, baxmayanlar da ümumi tənqid edəcək ki, Azərbaycanda kino yoxdur, filan şey yoxdur, filan şey yoxdur, filan şey yoxdur. Daha çox tənqidlərin şahidi olacağıq. Amma bunun əksini sübut eləmək üçün əlimizdə kifayət qədər material varmı? Düzün, belə baxıram ki, kiçik addımlarla irəli gedirik. Yəni iri addımlara hələ düşünürəm ki, tam hazır deyilik. Bir balaca o psixoloji hazır olmalısan, o maddi, texnoloji. Amma kiçik addımlarla irəli gedirik. Əgər hansısa işin alınmağını istəyirsənsə, heç olmasa o istiqamətə bir addım atmalısan. Və düşünürəm ki, bu proses gedir. Aha, aydın məsələdir. Bəs seriallarla bağlı vəziyyət necədir? Çünki son dövrlər 5-6 ili nəzərdə tutsaq, Azərbaycan televiziyalarında çox maraqlı və tamaşaçı kütləsini televiziya qarşısına toplayan bir xeyli seriallar təqdim olundu. Əqrəb mövsümü məsələn misal çəkmək olar. Sonra Vətəndaş A serialı çox danışıldı, çox populyar idi. Bu tip bir neçə serialın adını çəkə bilərik. Bəs ümumi anlamda sektorun vəziyyəti necədir? Serial sektorunda bir şeyi arzulayardım ki, hər serialı çəkənlər düşünsələr ki, bu məhsulu biz dünyaya çıxardacağıq. Onda işlərimiz daha yaxşı olar. Biraz da açsaq bunu. Serial çəkəndə biz bəzən düşünmürük ki, bunu biz dünya bazarına çıxardacağıq. Yəni az qala heç ümid də yoxdur. Ümid də yoxdursa, deməli onu da bilirsən də sən nə çəkirsən. O yalnız gündəlik sabun köpüyünə çevrilir. Yəni ancaq ölkə ərazisinə ötürü. Amma düşünülsə ki, o serial çıxacaq ölkədən kənara, bu Azərbaycan serialı olacaq. Düşünürəm ki, bu an hər şey daha ciddi olacaq. Ssenaristlərlə bağlı vəziyyətimiz necədir? Bəzən biz yaxşı ssenaristlərin olmaması, ssenari müəlliflərinin olmaması istiqamətində də tənqidi fikirlər eşidirik, narazılıqlar eləyirik.
Düzünü desəm, narazılıq eləyənləri biraz qınamaq da istəmirəm, amma bu prosesdir. Bu olmalıdır. Heç kim birdən-birə ssenarist olmur. Elə insan var ki, öz yaşadığı zəngin həyatın nəticəsi olaraq başlayır yazmağa və çox maraqlı işlər ortaya çıxardır. Halbuki bu əvvəlcədən bu insanı biz ssenarist kimi tanımırdıq. Və indi elə bir dövrdür ki, artıq o qədər məlumatlar var ki, yəni hətta ssenaristlər üçün stolüstü kitablar da var ki, Azərbaycan dilində də artıq onlar tərcümə olunublar. Düşünürəm ki, sadəcə biraz zaman lazımdır ki, hər şey yoluna düşsün. Və indi elə bir yaxşı ssenari yazmaq üçün bəzən elə insanlar var ki, problem də duymurlar. Çünki süni intellektin köməyi ilə də müəyyən səhnələri qururlar, ssenari planı eləyirlər. Bu da təbii prosesdir. Bu olmalıdır, yaxşıdır və olacaq da. Və düşünmürəm ki, biz yerimizdə dayanmışıq. Hər bir istiqamətdə bizdə inkişaf gedir. Dinləyicilərin diqqətinə çatdırım ki, Qurban bəy təbii ki, o yaşı 30, 35, 35-dən yuxarı olan adamlar o televiziyanın daha çox baxılan vaxtını nəzərə alanda məncə daha yaxşı tanıyırlar və Qurban bəyin bir televiziya təcrübəsi də var. Məsələn, məni ilk dəfə Space TV-nin efirində göstərən adam Qurban Məsimovdur. Təşəkkür edirəm buna görə. Yolunuz açıq olsun. Təşəkkürlər. Yolum açıq oldu elə. Ondan sonra dinləyicilər maraqlansa, o televiziyanın daha belə boom vaxtları idi. Double Bomb layihəsindən söhbət gedir. O vaxt Space TV-də yayımlanırdı və o verilişin birinci aparıcısı özüm olmuşam deyə əskəriyə qədər. Və indi də bəzi adamlara deyəndə deyir, yadıma düşdü və Qurban Məsimovun imzası olan layihələr həmişə belə çox populyar olub, çox sevilən olub, həmişə çox reytinqli olub. Halbuki o vaxt reytinq falan ölçülmürdü. İndi bir balaca parçalanma var. İnsanlar, yaradıcı adamlar təkcə televiziyada yox, YouTube platformalarında, digər sosial platformalarda öz yaradıcılıqlarını nümayiş etdirməyə çalışırlar. Bununla bağlı vəziyyət necədir? Sanki adama belə gəlir ki, Qurban Məsimov bütün o sosial platformalardakı layihələrdən, televiziyadan kənarlaşıb başqa bir işlə məşğuldur. Nə ilənsə məşğulam. Aha, o bəllidir, amma amma biraz bir balaca bizim işdə elədir ki, bir anlıq kölgəyə də çəkilməlisən. Bu elə belə deyək. Darıxsınlar sənin üçün. Restart götürməlisən. Belə bir proses olmalıdır. O bir var, hər gün sənə evə qonaq gələn adam, bir də var ki, ildə bir dəfə gəlir. İldə bir dəfə gələn qonağa həmişə mürəbbəli çay təqdim edirsən. Hər gün gələn qonaqsa artıq mürəbbədən sonra artıq yalnız şəkər təqdim edirsən. Ona görə də bir balaca o harasa gedəndə də biraz az-az getmək lazımdır, düşünürəm ki. O ki qaldı, siz dediniz ki, o Double Bombla bağlı ilk aparıcılıq təcrübəniz. Elə indi də məsəl üçün İncəsənət Universitetində mən uşaqlarda özüm müşahidə eləyirəm ki, hansı uşaqlarda bacarıq varsa, hansı istiqamətdə istedadları varsa, onları çalışıram, yönəldəm. Çünki belə hesab edirəm ki, mən eləməsəm kim eləsin? Bu işin içindəsənsə, o vicdan məsələsi də var da. Axı görürsən ki, o adamın istedadı var və o bunu bacarır. Ona görə mütləq o tələbəni harasa yönəldirəm, hansısa layihələrə qoşuram. İndi məsəl üçün elə işlər var ki, dil problemi olur. Tələbə istedadlıdır, gözəl Azərbaycan dilində danışır, amma layihə elədir ki, biraz beynəlxalq layihədir, orada 2 dildə danışmalıdır. Artıq yəni tələb də artır ki, gənc aktyorlar yalnız bir dildə, Azərbaycan dilində gözəl səlis danışmağı yox, eyni zamanda rus dilində də danışmalıdır səlis və ingilis dilində də danışmalıdır. Və düşünürəm ki, birazdan Çin dilində də danışmalı olacaq. Aha, biz əslində danışdıq sizdən qabaq. Demək ki, müəyyən istiqamətləri inkişaf etdirməlidir insanlar. Qlobal problem odur ki, indi hər kəs kənardan kömək yox, hər kəs özü üzərində işləməlidir. Öz üzərində işləmək məsuliyyəti bizim çevrədə artıq
çox belə qlobal problemə çevrilir. Mhm. Yəni öz üzərində işləyirsənsə, elə bir şeylər var ki, bu gün də mən öz üzərimdə işləmək məcburiyyətindəyim. Çünki elə şeylər var ki, mən onları öyrənməliyəm. Elə biliklər var ki, mən onları yada salmalıyam, geri dönməliyəm, sonra bir də qayıtmalıyam. Yəni bu proses gedir. Ümumilikdə indi sosial şəbəkələrin inkişafı, TikTok filan və sair və ilaxır bu insanların o bəzi şeyləri daha tez əlinin çatmasına səbəb olur. Bəzən bizə sual verirlər ki, hansı dövrdə ki 4 il aktyorluq oxuyasan, rejissorluq oxuyasan, filan şey oxuyasan. Hər şey əlinin altındadır da. Sən özünü inkişaf etdirə bilərsən. Gəlin onu danışaq bir balaca ki, insan əgər bu sahədə olmaq istəyirsə, aktyor kimi, rejissor kimi, niyə universitet oxumalıdır? Niyə orada təhsil almalıdır? Və onun diplomundan başqa daha çox verəcəyi nə var bizə? Diplom hər şeyi həll eləmir. O aydın məsələdir. Diplom hər şeyi həll eləmir. Yəni bizim dövrümüzdə bizlə bərabər oxuyan rejissurada oxuyana bir 6 nəfər var idi. Onlardan rejissurada yalnız mən qaldım. Amma digərləri də istedadlıydılar. Həyat sadəcə hər gün bir səhifə təqdim eləyir və hər kəs insan kimi seçim qarşısında qalır. Təbii ki, elə insanlar var ki, ali təhsili olmadan da çox maraqlı bir aktyordur. Amma onlar insan kimi özlərini zənginləşdiriblər və həyat hadisələri onları yoğrulub o formaya salıb. Elə adamlar var küçədə, biz də görürük elə adamları. Elə zarafatlar eləyir, elə oyunlardan çıxır ki, deyirik ki, bundan gözəl aktyor olardı, niyə gedib bu sənətlə sahib olmadı? Amma o adamlar gəlib ayağını səhnəyə qoyanda donub qalır. Çünki səhnə mədəniyyəti, səhnə aktyorluğu tamamilə başqa bir şeydir. Gəlin bunu izah eləyək, bilsinlər. Çünki mənim özümə də, mən Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm deyə, universitet təhsili olmalıdır deyəndə üstümə gələn adamlar çox olur. Hərəsində müəyyən səbəbləri olur. Təbii ki, fikirlərə hörmətlə yanaşırıq. Amma sizin təcrübəniz, səhnə fəaliyyətiniz, televiziya fəaliyyətiniz bu istiqamətdə rahat məsləhət verməyə də, fikir söyləməyə də əsas verir. Biz öz sənətimizə yalnız oyunçuluq kimi baxmırıq. Ona elm kimi baxırıq. Və bu elmin səhifələri var ki, ilk hərfindən sonuna qədər. Səhnədə addımı necə qoyarlar? Ən adi bir şey var ki, səhnəyə çıxanda çoxları onu artıq unudublar. Ayaqqabını sürmək olmaz. Səhnədə ayağını sürüşdürmək qadağandır. Sürüşdürmək olmaz. Səhnədə olan hər artıq bir hərəkət artıq hərfdir, artıq cümlədir. O tamaşaçıya vizual çirkab gətirə bilir. Ona görə aktyor öz rolunu oynayırsa, hər şey dəqiq hesablanır. Sözü, səsin rəngi, intonasiya, udqunmağı, baxışı. Bizdə o çox sadə bir şey deyil. Səhnəyə çıxırsan, zalda 500 nəfər adam sənə baxırsa, 1000 göz zillənib sənə baxır və başdan ayağa səni rengin kimi sür bütün tamaşa boyu. Teatr aktyoru işi daha ağırdır, çünki səhnəyə çıxanlar 2 saata yaxın, 3 saata yaxın bu səhnədədir, obrazdadır və tamamilə başqa bir adama çevrilir. Və indi alimlər də deyirlər ki, aktyor başqalaşanda tamamilə başqa bir şəxsiyyətə çevrilə bilir. Yəni bu obrazı mən oynayıram, bu obrazı sabah ayrı obrazı görürsə şəxsiyyətə çevrilirəm. Bizim elmə bələd olmasan, bu ruhun bu oyunlar arasında dəli olar. Ona görə öz sənətinə sahib olasan. O bəzən aktyor sənətinə asan baxırlar ki, nə var ki orada belə deyirsən belə götürək. Həkim ürəyi nə var ki orada ki, ürək cərrahı oldu. Yox, o çətin şeydir. Niyə düşünürsən ki, elə rahatca çıxıb aktyor ola bilərsən? Yəni bu işin də elmi var. O addım və addım öyrən. Ona görə birinci kursdan təqlid prosesi başlayır ki, yavaş-yavaş mən digərini təqlid eləyim, onun hərəkətlərini öz bədənimə köçürdüm, öz oynaqlarını oynadım. Oynaqları, əzəlləri çevik olan aktyor bu zahirən dəyişir. Bir də axı içəridən də dəyişməlisən. Ruhən dəyişməyi bacarmalısan. Bütün bu proses həmişə kiçik parçalar, etüdlər, sözsüz etüdlər, söz nə vaxt doğmalıdır? Ən vacib anda ki, artıq sözsüz mümkün deyil. Onda söz.
Pantomima teatrının yaranmasının səbəbi nə oldu? O dövrdə sözçülük həddindən artıq çox idi teatrlarda və aktyorlar hərəkətsiz idilər. Gözəl danışdılar, gözəl geyimdi, amma hərəkətsiz. Amma teatr biraz hərəkət istəyir. Ona görə pantomima teatrı yarandı. Yox teatrı, pantomimadan öncə yox teatrı da artıq tamaşalarda plastik elementlərdən istifadə edirdi. Ən gözəl tamaşalarından birisi onlarda Dədə Qorqud motivləri əsasında oğul tamaşası var, Vaqif İbrahimoğlu'nun. Yəni orada aktyorlara baxanda hər bir aktyor ilə çevik görünürdü ki. Və sonra da pantomima yarandı, artıq plastik vasitə ilə emosional halını bildirdi. O da hadisəyə çevrildi Azərbaycan mədəniyyətində. Siz Mədəniyyət və İncəsənət Universitetinin uzun illərdir oradan gəlib keçən adamları, aktyorları, rejissorları görürsüz tələbə olaraq. Məsələn, bir 10 il bundan qabaqki dövrlə, indiki dövrün tələbələrinin dərsə, sənətə, işə yanaşmasında nə kimi fərqlər var, nələr özünü biruzə verir? İndi soruşmaq istəmirəm hansı yaxşı idi, hansı pis idi, söhbət ondan getmiş. Yanaşmada nə kimi fərqlər var? Heç biri yaxşı olmayıb, heç biri də pis olmayıb, belə deyək. O bir prosesdir. Sadəcə müasir gəncləri mən özüm də öyrənirəm. Çünki elə tərəflər var ki, onlar mənə bəlli deyil, onların psixologiyasında. Tələbəyə bəzən sözlə nəyisə izah eləyirsən, görürsən ki, o dərəcədə qəbul eləyə bilmir. Amma Instagramda maraqlı bir şeyi götürüb ona kopyalayıb göndərəndə, o oradan dərhal sənə artıq yazır, öz fikrində bildirir və s. və ilax. Yəni hər tələbənin, müasir tələbələrlə ünsiyyət yolu bir balaca başqa cürdür. Müəllimlərimiz necə adaptasiya olurlar bu prosesə? Müəllimlər adaptasiya olmalıdırlar. Bir də ki, yenə deyirəm, proses elədir ki, yəni tələbələrdən çox şey öyrənirsən. Yəni onları öyrənirik biz. Müasir gənclər biraz başqa cürdür. Müasir gənclərin əksəriyyətini tərbiyə eləyən indi mobil telefonlardır. Aydın məsələdir. Gəlin biraz da bayaqları Bakı teatrlarından danışdıq. Əslində Bakı teatrlarının tamaşaçı problemi, əksəriyyətinin tamaşaçı problemi yoxdur deyə bilərik, amma bölgələrdə vəziyyət acınacaqlıdır tamaşaçı baxımından. Səbəblərini nə ilə izah eləmək mümkündür? Deməzdim ki, acınacaqlıdır. Deməzdim ki, acınacaqlıdır. Yəni biz tamaşaları aparırıq ayrı-ayrı belə qastrollara gedirsiniz. O bölgələrdə hər şey tamaşadan asılıdır. Tamaşadan və işin təşkilindən asılıdır. Yəni işin təşkilindən tamaşaçı həmişə gözəl işə gəlib baxacaq. Bir də bunu çatdırmaq lazımdır. Bəzən bilirsiniz nə problem olur? İnsan beyni biraz tənbəldir. Çox qəliz tamaşa olanda, yüklü tamaşa olanda hər tamaşaçı onu qəbul eləyə bilmir. Bu sosial şəbəkələrin də əksəriyyəti bir vizual material kimi çox vaxt yüngüldür, çox yüngül bir şeylərdir. İnsan beyni yüngül musiqiyə daha çox meyllidir, nəinki qəliz bir musiqiyə, muğama və ya klassik musiqiyə. Çünki orada hər bir səs, hər bir melodiya, hər bir əsər özü kodlaşdırılmış bir hadisədir, bir böyük bir süjetdir. Səs vasitəsilə onu dinləmək, o hala düşmək bu beyin üçün işdir. Hər kəs ona o qədər də yüklənmək istəmir. Ona görə də bəzən olur ki, tamaşaçılar da çox yüngül bir şey axtarırlar ki, çox yüngül bir şey olsun, ona gedək, baxaq, bu da bir balaca tamaşaçılar da qavram modeli hamıda eyni deyil. Tamaşaçıların da hər birinin münasibəti var. Bir tamaşa hazırlayanda bəzən məcbur olursan bütün tamaşaçı təbəqələri nəzərə almağa ki, bu hissə uşaqlar üçündür, bu böyüklər üçündür, bu alimlər üçündür, bu sənəti bilənlər adamlar üçündür. Ancaq bir tamaşanı eləyəsən ki, bunu sənətkarlar baxacaqlar. Ona 10 nəfərdən başqa heç kim gəlib baxmayacaq. Baxın, deməli, adətən qonaqlarımız fərqli sahə, fərqli peşə nümayəndələri studiyaya gələndə, onlar sizin qədər mikrofona bu məsafədə oturanda xahiş edirik ki, biraz yaxın oturun mikrofona ki, səsiniz yaxşı eşidilsin. Bax, görürsünüz, bunu Qurban müəllimə deməyə əslində ehtiyac yoxdur. Aktyor sənəti oxumaq budur ki, peşə təhsili almaq budur ki, yarım metr məsafədən də hətta mikrofon səsi bu cür formada qəbul edə bilir.
Əslində niyə təhsil almaq lazımdır aktyor, nəyə görə bunu etməlidir və bu da onun əyani sübutlarından biri. Hiss eləmisiniz gənc aktyorlar bizim Milli Akademik Teatrına gedəndə, təzə ora işə düzələndə birinci tamaşada səsləri çox aşağı olur digər aktyorlarla. Növbəti tamaşada artıq onlarla bərabər. Aha. Yəni uyğunlaşmalıdır çünki o teatr tamamilə başqa bir diapazon tələb eləyir. Uyğunlaşmaq lazımdır, eyniyək. Digər bir məsələ, sona yavaş-yavaş yaxınlaşırıq, ona görə bu sualı da verim. Sona yaxınlaşmırıq, verilişin sonuna. Verilişin sonuna üzr istəyirəm. Sona hələ. Deməli, Son da yaxınlaşır ha. Bəzən var elə bir ifadə. Belə bir şey var, amma görürəm ki, dünya hazırlaşır ona. Proses gedir. Proses gedir. Bu arada bizi dinləyən minlərlə, bilmirəm, yüzlərlə insan var hazırda. Onlar arasında aktyor olmaq həvəsində olanlar da var. Bəlkə özümü bir burada sınayım deyənlər də var. İnsan necə hiss edir və necə qərar verməlidir ki, o doğrudan da bu sahənin adamıdır və qabiliyyət imtahanına artıq gedə bilər? Təbii ki, öncə hazırlaşmaq lazımdır. O proses var ki, kinoda belə deyək, təsadüfi insanlar kinoya gələ bilirlər. Rahat gələ bilirlər. Amma teatrda işləmək istəyirsənsə, bu təsadüfi adamlar ora düşə bilmir. Çünki o proses tamamilə başqadır. Kinoda olur ki, faktura böyük rol oynayır. Bəzən görürsən hansısa filmdə baş rolu oynayan adam aktyordur, yanındakı ikinci dərəcəli aktyordur. Ətrafında üçüncü, dördüncü dərəcələrsə həqiqətən də belə deyək, o kilsədə xidmət edən kahinlərdir. Çünki rejissora lazımdır, onların kadrda bioenerji informasiyası lazımdır. Çünki o adamlar heç nə danışmasalar da sadəcə bir baxışlarında onların bütün həyat tərzi, dünyaya baxışları o energetik olaraq kadrı dolğun eləyir. Amma teatrda mütləq o tədris prosesi, təlim prosesi olmalıdır. Belə deyək, küçədən keçən adam birdən-birə səhnəyə gəlib düşə bilməz. Çünki o həmişə özünü zəif hiss eləyəcək. Çünki orada xırda-xırda və ən güclü aktyor belə, ən yaşa dolmuş aktyor belə bu gün də hansısa rolu oynayanda o axtarır ki, mən bunu necə daha yaxşı oynayım. Yəni bu açar axtarır özündə həmişə. Konkret heç bir adam belə aktyor təcrübəli deyə bilməz ki, mən bilirəm nə edəcəm, mən bilirəm belə. Sən bilirsən nə edəcəksən, rejissor nə istəyir? Və sonra nə olacaq? Sən bu prosesi eləyə biləcəksənmi? Bəzən olur ki, hansısa bir rolu oynayırsan, tamaşaçılar əl çalırlar, bravo, əla, çox gözəl. Amma aktyorun özü çox yaxşı bilir ki, istədiyi kimi oynaya bilmədi. Müasir dillə desək, tutuzdura bilmədi. Qurban Məsimova hansı teatrda görmək mümkündür hazırda? Tamaşaçı kimi hamısında. Vəssalam. Bunu da anonsunu vermiş olduq. Hamısında. Tamaşaçı kimi hamısında. Aktyor kimi, rejissor kimi. Bir balaca fasilə lazımdır ki, bir restart olsun. Təbii ki, ayrı-ayrı teatrlardan danışıqlar olub, planlar olub belə. Amma bir balaca hələlik proses gedir. Yəni sükut görünsə də içəridə, yəni proseslər gedir. Təşəkkür edirəm. Var olun. Uzun illər sonra növbəti dəfə üz-üzə gəldik. Xüsusi minnətdarlıq edirəm prodüserlarımıza sizinlə əlaqə saxladığına görə. Tamaşaçı həm də dinləyicilərin diqqətinə çatdırım ki, qonağımız əməkdar artist Qurban Məsimov idi və fikirləriniz varsa ifadə edə bilərsiniz efirdə. Çox sağ olun, var olun əziz tamaşaçılar, daha doğrusu əziz dinləyicilər. Tamaşaçı da deyə bilərik, çünki YouTube-da da bizə baxırlar az. Hətta. Bəli. Bunu bilsəydim qalsın taxıb gələrdim. Çox gözəl. Var olun, sağ olun. Düşünürəm ki, görüşəcəyik yenə də.